Aerospace. Belə. Ekstrakurikulardan və məktəbdən kənar fəaliyyətlərimdən çox danışa bilərəm. Amma vaxtımız da məhduddur. Keçim internship-ə. Bir çox universitet internship, yəni təcrübə proqramı keçdiyi şagirdlərə və tələbələrə daha üstün baxır. Ona görə mən təcrübə proqramına daxil olmağa və hər hansı bir opportunity-ləri axtarmağa başlamışdım. Hardasa 10-cu sinifin başlanğıcında. 10-cu sinifdə hətta məktəbə də yaxınlaşdım. Məktəbimə dedim ki, mənə dəstək olun internship təşkil etmək üçün. Düzdür, məktəbin, bizim Landau məktəbimizin internship proqramı artıq bu ildən başlayaraq yeni təcrübə proqramı çıxıb. O bir neçə yerli şirkətlərdə təcrübə keçmək imkanları yaradır şagirdlər üçün. Amma mən sırf aerospace engineering ya da mechanical engineering üzrə istəyirdim. Ümumiyyətlə heç bir məktəb belə bir mühit yaratmırdı. Və mən düşündüm ki, okey, məktəb yaratmır. Sonra nə? Özüm tapmalıyam. Və şirkətlərə yazmağa başladım. Uşaqlarımıza öyrədək cəmiyyəti ilə tədbirlər təşkil etməyə başladım. Həmən şirkətlərlə sırf mühəndislik fieldində olan, mühəndislik sahəsində fəaliyyət göstərən və axırda Azərkosmosdan peyk mühəndisliyi olaraq təcrübə keçdim. Çox maraqlı idi və düşünürəm ki, aerospace sahəsində olsun aviasiya, Azərbaycan Hava Yolları, Silkway, West Airlines, olsun Azərkosmos, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi. Ümumiyyətlə bu sahədə Azərbaycan çox böyük bir son 10 ildə və gələcək 10 ildə böyük bir inkişaf keçirdəcəkdir və keçirib də. Və düşünürəm ki, bizim azərbaycanlılarımız, həmvətənlərimiz hansı ki, dövlət proqramı, xaricdə təhsil proqramları və yaxud da ki, özləri xaricə gedib təhsil alıb Azərbaycana qaydanda böyük imkanlar yaradılar.